Osmanlı sultanı Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. Paytaxtın Ədirnəyə köçürülməsi Orxan Qaziyə aid deyil. Biri çıxardırıq, biri variantlardan da atırıq. Bu Murada aiddir. Dəniz donanmasının yaradılması. Dəniz donanması Orxan Qazinin vaxtında var idi. Donanmanın beşiyi də İzmit şəhəri hesab olunurdu. İkini götürürük. Serbiyanın Osmanlı dövlətindən asılılığı qəbul etməsi yenə Orxanın yox, Muradın dövründə olmuş hadisədir. Üçü də çıxardırıq. Davam edək. Niqbolu döyüşündə Bizans qoşunu üzərində qələbə qazanılması bu Bəyazidin dövrü üçün xarakterik olan bir xüsusiyyətdir. Ona görə 4-ü də çıxardırıq. Artıq cavabımız 2-5 bəllidir. Bizansın Anadolu torpaqlarından qovulması, yəni 1354-dən sonraki hadisələr deyir. Bu Orxanın vaxtına düşür. Ona görə də cavabımız 2 və 5 olacaqdır.